Salam, X yeni efirdədir. Bu arada vətənimizdə baş verənlər diqqətimdən yayınmayıb. Azərbaycanın strateji əhəmiyyəti burada mütəmadi böyük qüvvələrin maraqlarının toqquşmasına gətirib çıxarır. Belə ki, 3-cü Dünya müharibəsinin arxitektorları arasındakı səliqə fərqi Azərbaycan mediasında qarşı durmaya səbəb olub. Arada isə kəsik burun cənabları öz taxtını itirməmək üçün iki nəhəng arasında şpaqatda durmalı olub. Bir tərəfdən Rusiya ilə vuruşan başında Britaniya olmaqla Avropa elitaları, digər tərəfdən isə İran məsələsini həll etməyə tələsən Netanyahu və onun Epstein xaltası ilə boğduğu Ivanka aşiqi Mr. Trump. Əvvəllər bir nöqtəyə vuran propagandistlər isə iki hissəyə bölünüb. Biriləri diqqəti daha çox Rusiya üzərinə, digərləri isə İranın üzərinə çəkirlər. Nə baş verir? Məsələ odur ki, Azərbaycan əhalisini patriotik şüarlarla illərdir iki böyük qonşusuna qarşı vuruşmağa hazırlayanlar növbə davasına başlayıblar. Kim Azərbaycan xalqını öz strateji düşməninə qarşı birinci istifadə edəcək? Britaniya Rusiyaya qarşı, yoxsa İsrail İrana qarşı? Odur ki, bu patternlə Azərbaycanın siyasi şou biznesinin aktyorlarının hansının kimə xidmət etdiyini ayırt edə bilərsiniz. Yetər ki, diqqətli olun və kritik düşüncəni söndürməyin. Populistlərin gürültülü performanslarını obyektiv analiz edin. Baxın, görün bu səs-küyün fonunda Azərbaycan xalqının təhlükəsizliyini və maraqlarını düşünən varmı?